Əli bəy, salam, sabahınız xeyir, buyurun. Salam, sabahınız xeyir. Sizi ölkəmizin turizm mərkəzi olan Qəbələdən, festivallar şəhəri olan Qəbələdən salamlayıram. Bildiyiniz kimi burada müxtəlif fəsillərdə, yayda, qışda beynəlxalq festivallar keçirilir və gördüyünüz kimi Qəbələ Festdəyik. Burada arkadan çəkəndən sonra burada gözəl şərq bazarı üslubunda yarmarka yaradılıb. Burada Qəbələnin mətbəxi təqdim olunacaq. Burada həm də DJ-lərin performansları olacaq gün ərzində. Yəni bura Qəbələ Festin döyünən ürəyi olacaq. Gördüyünüz kimi qonaqları tanış etmək üçün Qəbələ şəhərinin müxtəlif yerlərində festival xəritəsi yaradılıb, məkanlar bildirilib, harda nə keçiriləcək. Qeyd etmək istərdim ki, ənənəvi konsertlər, yəni orkestr konsertləri açıq səmada olacaq. Bildiyiniz kimi Qəbələ Musiqi Festivalında dünyanın ən şöhrətli orkestrləri iştirak edib. Bu ənənə davam edir və digər məkan isə Qəbələ Heydər Əliyev Konqres Mərkəzidir. Burada kamera musiqi konsertləri olacaq və qeyd etmək istərdim ki, burada digər tədbirlər də keçiriləcək. Belə tədbirlərdən biri mədəniyyətin qovşağı incəsənət sərgisidir. Bu incəsənət sərgisində rəsm qalereyası olacaq, tətbiqi əl sənətlərini ustalar təqdim edəcəklər. Yəni beynəlxalq ölkələr, yəni xarici ölkələrdən gələn ustalar da iştirak edəcək və qeyd etmək lazımdır ki, digər məkanlarda da kitab yarmarkası olacaq, çaxır təqdimatı olacaq və s. və s. Festival çox möhtəşəm keçəcək və qeyd etmək istərdik ki, bu dəfəki Qəbələ Fest digər festivallardan, yəni Qəbələ Musiqi Festivalından fərqli olaraq tək musiqiyə köklənməyəcək. Burada digər təqdimatlar da, performanslar da çox geniş şəkildə təqdim olunacaq. Səhər saatlarıdır, sürətlə işlər gedir, festivalın başlanmasına bir gün qalıb və 29-unda açılışı olacaq. Avqust ayının 3-nə kimi festival öz işini davam edəcək. Bizdə bu saatda bu qədər. Sağ olun, söz sizdədir. Təşəkkürlər Əli bəy, ətraflı məlumata görə biz sizə minnətdarıq.